Deməli, bugün kəsirlər keçəcəm. Daha kəsirin ortaq məxrəcə gətirilməsi də içərisində olacaq. Amma ilk növbədə kəsirlər üzərində əməllərdən danışıram. Ortaq məxrəcə gətirilmə kəsirlərin çıxılmasına və ya toplanmasına aiddir. Vurulmada, bölünmədə ortaq məxrəcə gətirmək qəti yoxdur. Heç biriniz bunu mənə deməyin ki, vurma, bölmədə ortaq məxrəcə gətirin. Deməli, ortaq məxrəcə gətirmək yalnız və yalnız kəsirlərin toplanması və çıxılma qaydasına aiddir. Kəsirlərin əvvəlcə gəlin toplanma qaydasına baxaq. Nədir kəsirlərin toplanması? Məsələn, kəsirlərin toplanması iki yolla olur. Birinci yolumuz odur ki, məxrəcləri eyni olan kəsirləri necə toplayacağam? Məxrəcləri eyni olan kəsirləri toplamaq üçün kəsirin məxrəcinə toxunmursunuz, məxrəc olduğu kimi qalacaq. Yalnız və yalnız sürətləri toplayırsınız. Cavab olacaq 3/5. Məsələn, deyirəm ki, 2/3/2 üstə gəl 1/3/6. Neyniyəcəyik? Qarışıq kəsirdir, düzdürmü? Qarışıq kəsirləri toplamaq üçün uşaqlar əvvəlcə onların tamları toplanır. 2/dan 1 eləyəcək 3 tam. İndi keçdik kəsirlərin toplanmasına, düzdür? Kəsirlər nələrdir? Biri 3/2-dir, biri 3/6-dır. Kəsirlərin məxrəcləri nədir? Bir-birinə eynidir. Məxrəcə dəyməyəcəm, ortaq məxrəc filan ehtiyac yoxdur. Çünki məxrəclər eynidir. Yalnız sürətləri toplayıram. 2 ilə 6-nın cəmi oldu 8. Cavab oldu 3/3/8. Əgər aldığınız qarışıq kəsiri düzgün olmayan kəsirə çevirmək istəyirsinizsə, çevrilmə qaydası bu cürdür. Kəsirin məxrəcinə toxunmursunuz, məxrəc olduğu kimi qalacaq. Sürətdə isə tamı vurursunuz məxrəcə, üzərinə gəlirsiniz, sürətdəki rəqəmi bərabərdir. Yəni 3-ə dəymirəm, 3 dəfə 3 9, 9-un üstünə 3 gələndə 17. Cavab oldu 3/17. Deməli, 3/3/8 kəsiri ilə 3/17 kəsiri bir-birinə bərabərdir. Sadəcə olaraq bu qarışıq kəsirdir, çünki tamı var. Bu isə düzgün olmayan kəsirdir, çünki məxrəc sürətindən kiçikdir. Aydın oldu? İndi isə gəlin bir nümunəyə də baxaq, sonra keçək. Sonra, məsələn, deyirəm ki, 7/6 üstə gəl 7/3. Yəni, baxıram ki, kəsirlərin məxrəcləri eynidir. Məxrəcə dəymirəm, olduğu kimi saxlayıram. Yalnız sürətləri toplayıram 9. Aydındır? Bəli. İndi isə gəlin bir dənə qarışıq kəsir daha yazaq. Məsələn, 2/3/5 üstə gəl 1/3/6. Yəni, qarışıq kəsirlərdə tamlar ayrıca toplanır. 3 Tuna 3 baxıram kəsir hissəsinə. Kəsir hissəsinin 3/5, 3/6. Məxrəclər eynidir, yenə məxrəcə dəyməyəcəm. Yalnız sürətləri toplayıram. 5-dən 6-nın cəmi 11. Cavab oldu 3/3/11. Uşaqlar, kəsirlərin çıxılma qaydası, kəsirlərin toplanma qaydası çıxılma qaydasından birə-bir eynisidir. Burada toplayırsan, orada çıxacaqsan. Məsələn, deyirəm ki, 7/6 çıx 7/3. Baxıram ki, məxrəc eynidir, düzdür? Məxrəcə dəymirsiniz, yalnız sürəti çıxacaqsınız. 6-dan 3 çıxanda 3. Cavab oldu 7/3. Məsələn, deyirəm 2/3/5 çıx 1/3/2. Yəni, tamları birinci çıxacam. 2/dan 1 çıxıram. Yerdə qalır 1 İndi keçdim kəsir hissəsinə. 3/5 çıx 3/2. 3-ə dəymirsiniz. 5-dən ikisini çıxırsınız, 3 qalır. 1/3/3. İndi uşaqlar, gəlin görək 1/3/3 nə deməkdir? 1/3/3. Uşaqlar, kəsir xətti nəyə əvəz edir? Bölməni. Gəlin bunu parçalayaq. Bunu parçalayanda mən nə yazacağam, Tunar? Tam, üstə gəl 3/3. Düzdür? Düzdürmü? Birin üzərini 3/3 gələndə 1/3 eləmir. Yapışırdı maqnit kimi ona, düzdür? Bunu parçaladım. İndi biri yazıram olduğu kimi. Kəsir xətti nəyə əvəz edir? 3-ü 3-ə böləndə neçə eləyir? 1. Cavab nə oldu? 2. Deməli, 1/3/3 nəyə bərabərdir? 2 tamam. Başa düşdünüz? Bəli. Gəlin indi buna aid birində verim. Məsələn, deyirəm ki, 2/4/4. Cavab neçədir? 3 tam. Çünki 4/4 1 deməkdir. 4-ü 4-ə böləndə 1 eləyir. Burada da 2 tam var, cəmi 3 elədi.
Aydındır? Bəli. Məsələn deyirəm 3 tam 6-da 6. Cavab neçədir? 4 tam. 4. Düzdür? Bunlar 1 tam. Bu da 3 tam, cəmi 4 tam. Aydındır? Bəli. Məsələn deyirəm 7 tam, 7-də 7. Cavab neçə tamdır? 7 evet. Xeyr, 8. 8 tam. Çünki 7 tam buradadır. Bunların özü də 1 tam deməkdir. Cavab oldu 8 tam. Aydındır? Rahatdır. 9 tam 6-da 6. Cavab neçədir? 10. 10 tam. 9 tam burada, bu da 1 tam deməkdir. Cavab oldu 10 tam. Aydındır? Kəsirlərin çıxılma qaydası hərdən biraz qarışıq olur uşaqlar. İndi mən onu axırda izah edəcəm. Kritik hissələrini. Amma əsas qaydamıza qayıdaq. Əsas qaydamızın biri də kəsirlərin ortaq məxrəcə gətirilməsidir. Biz bayaqdan kəsirlərin məxrəcləri eyni olanları toplayıb çıxırıq, düzdürmü? Bəs fərqli olsa nə edəcəyik? Məsələn, deyirəm 6-da 3, üstə gəl 2-də 9. Yaxşı, bəs deyirsiniz ki, müəllim, bayaq 3 tam idi, yazdınız elə 3 tam. Düzdür? Məxrəcə 3 yazdınız. Bəs burada məxrəclər fərqli olsa nə edəcəyik? Məxrəclər fərqli olanda məxrəcləri ortaq bir məxrəc tapmalıyıq. Bu nə deməkdir? Tapdığımız ədəd hər iki ədədə tam bölünməlidir, qalıqsız. Sizcə 6 ilə 2-yə ortaq məxrəc nədir? 12. 6-nın özünü götürə bilərdin? Bəli. 6 6-ya da bölünür, 2-yə də bölünür. 12 də olar, düz deyir. Amma 6-nın özünü rahat götürərsən də axırda ixtisara ehtiyacın olmasın. 6. Sonra nə edirsiniz? Tapdığınız bu məxrəci bunun məxrəcinə bölürsüz. Neçə qalır bunun məxrəcinə böləndə? 6-nı 6-ya böl. 1. 1. Hara yazıram biri? Bunun sürətinə. Xətt çəkib sürətə yazdım. İndi bunun 6-sını yerə bunun məxrəcinə bölürəm. Neçə qalır 6-nı 2-yə böləndə? 3. Hara yazım? Öz üstünə. Uşaqlar, bax bu var bu. Bu vurma deməkdir. 1-i 3-ə vuranda neçə eləyir? 3. Ortada üstə gəl. 3-ü 9-a vuranda 27. 27. Nəyə bərabərdir bu? 3-də 30-a. Düzdür? Bəli. Kəsir xətti nəyə əvəz edir? Bölməni. 30-u 3-ə böləndə 10 eləyir. Bəli. Aydındır? Bəli. Rahatdır? Gəlin indi bir neçəsinə baxaq. Dərsdəyəm damla. Məsələn, deyirəm ki, 7-də 8, üstə gəl, 4-də, gəl, yaxın gəl, 4-də 6. Gəlin uşaqlar, 7 ilə 4-də ortaq məxrəc. 28. Bəli, 28. Tapdım. Nə edirəm? 28-i bir dəfə bunun məxrəcinə bölürəm, aldığım cavabı öz üstünə yazıram. 4. 28-i bir dəfə də bunun məxrəcinə bölüb alınan cavabı buraya yazıram. Sonra nə edirəm? Bunu buna 32. Üstə gəl, ortada üstə gəldi, görürsünüz. 7-nin də 6-ya 42. Bərabərdir. 28 qalır. 32-nin üstünə 42 gələndə neçə eləyir? 74. Düzdür? 74. Güzel. Cavab oldu 28-də 74. Sakit ol, amma dərsdəyim. Başa düşdünüz? Gəlin başqa birinə baxaq. Çıxmada da eyni qaydadız. Burada topladıq, orada çıxırıq. İndi, məsələn, deyirəm ki, 12-də 1, üstə gəl, 3-də 4. 12 ilə 3-ə ortaq məxrəc. Ev 12. Elə 12-ni yazın. Bəli, aferin. Sonra nə edirəm? 12'ni 12'ye bölge verdi cevap 1. 12'de 3'ü bölük 4. Yo 4. 4. Aha. Sonra nə edirəm? Sonra bunları birbirine vurursunuz. Vururuq. 1 üstə gəl, 16. 16. Cavab 12-də 17. Başa düşdünüz? Bəli. İndi gəlin başqa birinə baxaq. Deyirəm ki, 72-də 1 üstə gəl, 36-da 2. Ortaq məxrəc nədir? 36-nı 2-yə vuranda 72 eləyir. 72. Ortaq məxrəc neçədir onda? 72. Bəli, 72. 72-ni nə edirəm? Bölürüm. Aha, nəyə? 32'ye bölük. 32 hardan çıxdı? 36'ya bölük. Gözdə də birinci buna böl. Sıra. 72-ni 72-yə böldük. 1 yazdıq üstünə. 72-ni 36-ya böldük. 2 yazdıq üstünə. Sonra 1'i 1'e vururuq. 1 üstə gəl. 2'ni 2'ye 4. 4. Cavab 72'de
5. Yox, hə 5. Bəli. Başa düşdünüz? Əslində rahatdır uşaqlar. Qavrası. Gəl görüm. Ver. Sən davam elə yazmağa 13-ə qədər. Yaxşı? Başa düşmədiyini soruşama. Buyur. Hə, indi isə bir də var. Məsələn, deyirəm. 6-da 10 üstə gəl. 9-da 7. Ortaq məxrəc neçədir? 9. Bəli. Sən niyə dinləmirsən? Gəl qabağa. 54. Nə edirəm? Böyle 54'e 6'ya 9. Böyle 9'a 6. Sonra 9'a Sonra- 10'a vururuq. 90. 6-nı 7-yə 42. vururuq. 42. Cavab 54-də 54-də 90 132. 132. Başa düşdünüz? Ha. Sonra namaz alı verin. Gözdə baxacam. Yaxşı. Uşaqlar, 15-də 11 üstə gəl. 20-də 3. Ortaq məxrəc nədir bunlara? Orada. Baxın. 20. Yox, 20 15-ə bölünməz axı. Baxın uşaqlar. Əgər Ben ortaq 60. Bəli. Əgər ortaq məxrəc tapmaqda çətinlik çəksəniz, yəni ağlınıza birdən gəlməyə bilər də, düzdürmü? Nə edirik? Asan yolumuz. Asan yolumuz kəpənəyin üsuludur. Bölgədə cəm hissəsində. Asan yolumuz nədir? Baxın, 15-i 20-yə vur. Əgər ağlına gəlməsə. Bax, Tunar dedi 60-60 düzdür. İndi sənin ağlına gəlməyə bilər də 60 rəqəmi, düzdürmü? Heç tapmaya da bilərsən, imtahanda ola bilərsən. Nə edirik? Asan yolumuz məxrəcləri bir-birinə vurursan, yaxşı? Bəli. Aha. Eyni şeyə cavab çıxacaq. İndi bir dəfə 60-dan hesablayacağam, bir dəfə də vurmaqla hesablayacağam. Məxrəclərim 15-i 20-yə vururan neçə eləyir? 60. 300. Yok. 200. 2-ni 15-ə vurdum 30, yanına da bir dənə 0 300. 300-ü bölürəm 15-ə 20. 300-ü bölürəm 20-yə 15. 15. Sonra nə edirdim? 20-ni 11-ə vururuq. 220 15-də 3-ə vururuq. 45. Cavab oldu. 300-də 300-də 365. 5. Düzdür? İndi Tunarın işlədiyindən gəlib çıxıram. İndi bunu ixtisar aparırıq, düzdürmü? Nəyə? 5-ə. Düzdür? 5-ə gedər də. 5-ə aparanda burada qalar 60. Düzdür? Ama 3'e de kadar da. Biri Ha, ən yok. böyüyünü aparmaq lazımdır ixtisarda. Bunu 5-ə böləndə 71. Düzdürmü? Bəli. 36-nın içində 73. 73 uşaqlar. 73. Aha. İndi gəl Tunarın dediyindən işləyək. Gəl buna çıxacaqsan, eyni şey alınacaq. Sadəcə Tunar praktik yolla getdi. Üstə gəl 20-də 3. Tunar fikirləşdi ki, 60 rəqəmi həm 15-ə bölünür, həm 20-yə bölünür. Tez 60-ı ortaq məxrəc götürdü. Yəni əçob tapdı da, başa düşdün? 60-ı 15-ə böldü 4. 60-ı 20-yə böldü 3. 4-ü 11-ə 44. Üstə gəl 3-3-ə 9. Bərabərdir. 60-da 44-ün üstünə 9 gəlindən neçə eləyir? 50. 53. 3. Düzdür? Ha, deməli burada yenə ixtisar var. Yəni ixtisar var. İxtisar olub gəlib eyni şeyə çıxmalıdır. Ha, bu ilə 53 eləyirik, 73 eləyirik. 53. Qaldı nə? 60-da 53, 60-da 53. Eyni şeyi tapdınız. Başa düşdün? Yəni Tunar daha rahat 60-ı tapdı. Sən 300-ü tapsan da səhv almırsan. Başa düşdün? Yəni yadınıza düşməsə tez məxrəcləri bir-birinə Vururuq. Sonra gəlin. 2-də 1 üstə gəl 15-də 6. Ortaq məxrəc neçədir? Tunar bax bura. Ortaq məxrəc neçədir? 30. Hardan tapdı 30-u? Ama 15'e çünkü 2 avanında 30. Gördü ki, fikirləşdi ki, 15 ilə 2-yə ortaq məxrəc
Biraz çətin tapılar. Tapmaq olar amma. Bir-birinə neynədi? Vurdu. Tapdı 30. 30'u bura bölür, bura yazır. 30'u bura bölür, bura yazır. Vurur 15. Üstə gəl, vurur 12. Düzdür? Eləyir nə? 30'da 27. Başa düşdünüz? Evet. Lap gözəl. Sonra uşaqlar bunu ixtisar aparmaq olar. İxtisar nə deməkdir? Keçməmişəm sizə. Geçmişik. Hə, ixtisar nədir? Mesela rəqəmi ən kiçik hansı bu? Ən kiçik yox. İkisinin də bölünə bildiyi ən böyük ədəd. Evet. Hansıdır? İkisinin də bölünə bildiyi ən böyük ədəd. 3. Bəli, 3-ə. Hər ikisi 3-ə bölünür. Düzdür? Bəli. Bölürəm 3-ə. Öldürəm 3. Qaldı burada 9, burada 10. Cavab oldu 10-da 9. 10-la 9-un da ortaq bölünə bildiyi ədəd yoxdur. Güzel, ixtisar tamamlandı. Başa düşdünüz? Gəlin dəfə əlavəyə gələndə ixtisarda tam keçəcəm sizə. Aydındır? Kəsrlərin ortaq məxrəcə gətirilməsi nədir? İndi gəlin kitab qaydamıza baxaq. Kitab qaydamız deyir ki, məsələn, 18-də 1, üstə gəl 24-də 1. Deyirlər ki, kitabda deyirlər ki, kəsrləri toplayarkən, ortaq məxrəc tapanda və yaxud da çıxarkən o məxrəclərin əkobunu tapmaq lazımdır. Bu nə deməkdir uşaqlar? Əkob tapmaq nə deməkdir? 18 ilə 24-ü sadə vurğularına ayırmaq. İndi görün mənim üsulum rahat yoxsa bu. Əslində eyni şey daha. 18-i 2-yə bölür 9, 3-ə bölür 3, 3-ə bölür 1. 2-yə bölür 12, 2-yə bölür 6, 2-yə bölür 3, 3-ə 1. 2-lər ortaq, 3-lər ortaq. Əkobda nə edirdim? Böyüyünü götürürəm. Vururam nəyə? Kiçikdə olmayanı. 72. Deməli, 18 ilə 24-də ortaq məxrəc neçəymiş? 72. 72. Güzel. İndi 72-ni 18-ə böləndə neçə qalır? 20. Yox. 4. 4. 72-ni 24-də böləndə neçə qalır? 3. 3. 4-ü 1-ə 4, 3-ü 1-ə 3. Cəmi 7. Cavab 72-də 7. Əgər görsəz çətinlik çəkirsiniz, məsələn, böyük rəqəmdir də, tez onların əkobunu taparaq da işləyə bilərsiniz. Aydındır əkob qaydamız. Gəlin indi başqa birinə baxaq əkoblu yolu ilə. Mən evə gedirəm. Get. Bir neçə yollar öyrətdim də sizə, baxarsınız videoya sonra. Məsələn, deyir ki, 75-də 13, 25-də 4. Bunların, nə bilim, fərqini tapın. Nə edirik? Ortaq məxrəci gətiririk. 75 ilə 25-in ortaq məxrəci 15'in özü. Yok 75. 70. Mehmet deyilmiyor. Çünkü sebebi budur ki 25'i 3'e vuranda çünkü 75 Çünki bir ədəd digərinin bölənidir. Bəli. Çünki 75-in içində 25 var. Bəli. Başa düşdün? Bəli. Qayda keçmişdim ki, əkobda bir ədəd digərinin bölənidirsə cavab nə olurdu? Böyük rəqəm. Böyle. Cavab böyük. Əbobda kiçiyini götürürdük. Ama Əkobda böyüyü götürürdük. Başa düşdün? Bəli. Böyüyü nədir? 75. Avtomatik 75 ortaq məxrəc oldu. Bölürsən 75-ə üstünə yazırsan, bölürsən 25-ə üstünə yazırsan. Vurursan 13, çıx, vurursan 12. Cavab 75-də 1. Aydın oldu? Bəli. Rahatdır. Hansı? 11. Birincisi 43. Hər sonraki özündən əvvəlkindən 17 vahid böyük olan 3 ədədin cəmini tap. Birinci ədədi özü deyir 43-dür. Mənə marker verin də. 1. Gizlədir ki, sənə başa salın. Birincisi 43-dür. Hər sonraki özündən 17 vahid böyükdür. O birisi nə olacaq? Üstü 17 gəldi. Ha. 60. 60. Ondan sonraki 70. 77. Mən neçə gəl 70? 17. Üstü 17. 84. Neçə? 90. 84. 84. 84. Deyir bunların cəmini tap. Başa düşdün? Hə, uşaqlar. Gəlin. Aydın oldu bu da. Lap gözəl. Sonra bir də var ki, qarışıq kəsirlərin toplanma və çıxılmasında ortaq məxrəcin tapılması. Uşaqlar, məsələn deyirəm ki, 7 tam 6-da 3 çıx. 2 tam 9-da 10.
Nə etməliyəm? Bayaq nə öyrətdim? Dedim ki, tamları bir çıxın, kəsirləri bir çıxın. Düzdür? Burada tamları çıxdın, 5 tam elədi. Düzdürmü? 5 tamı yazırsan bura. 7 tamdan 2 tamı çıx. Gəlin bura toplama yazaq əvvəlcə, sonra çıxınan yazaraq. İndi tamları topladım. İndi keçirəm kəsir hissəsinə. Tunar, bura bax. Keçirəm kəsir hissəsinə. Kəsir hissəsi nədir? Ayrıca yazıram. 6-da 3, üstə gəl 9-da 10. Düzdür? Nə öyrətmişdi müəllimə? Ortaq məxrəc tapmalısınız. 6 ilə 9-un ortaq məxrəci nədir? 54. 54, bəli. Sonra nə edirdim? Bura bölürəm. Üstünə yazıram. Buna bölürəm. Üstünə yazıram. Düzdür? Bəli. Sonra nə edirdim? Vururam. Vururuq. 27. Üstə gəl. 60. Cavab oldu. 54-də neçə? 87. Düzdürmü? Kəsir hissəm budur. Tam hissəm də 9-dur. Düzdür? Bəli. 9 tam. 9 tam 54-də 87. Pisa. Aydındır? Bəli. Deməli, bu da oldu belə. İndi isə gəlin çıxma qaydasında tamdan kəsiri böyütməyi öyrənək. Tamdan verməklə kəsirin bölünməsi. Kəsiri böyüdək. Böyük. Necə böyüdürük? Məsələn, deyirəm ki, 7 tam 6-da 9. Elə kəsirlər olacaq ki, siz onları çıxanda mənfi cavab alacaqsınız. Məsələn, çıxa bilməyəcəksiniz. Toplamaqda rahatdır da, nəyin üstə nə etsəm gələ bilərəm. Çıxmada kiçikdən böyüyə çıxa bilməyəcəksiniz. O zaman nə etmək lazımdır? Birinci azalanı nə etmək lazımdır? Böyütmək lazımdır kəsirini də. İndi öyrədəcəm. Necə böyüdürük? Uşaqlar, kəsiri böyütmək üçün nə etməliyəm? Tamdan bir tam verməliyəm buna, düzdür? Tam neçədir? 7. Düzdürmü? Birini verirəm buna. Düzdür? Özü nə qalır? 6 tam. Düzdürmü? İndi birini vermişəm də 1 vermişəm. Üstə gəl nə? Kəsir. İndi kəsirin üzərinə 1 verirəm də, bundan birini parçalayıb buna verirəm. Düzdürmü? Rahat hesablama yolunu deyəcəm sizə. 6 tamı saxla yerində. Rahat hesablama yolu. Vahid var, vahid. Vahidi bunun məxrəcinə əsasən nə yaza bilərsən? 6-da 6. Yazaram. Bəli. Üstə gəl 6-da 9. Tunar, bura bax. Buna baxın evə. Bərabər. Niyə? Məqsədim nədir? Məqsədim nədir? Məqsədim rahat toplamaqdır da. Düzdür? Məxrəclər eyni. O sırada olacaq məxrəcə dəyməyəcəm. Sürətdə 15. Cavab oldu. 12 qədər yaz. 6 tam 6-da 15. Aydın oldu? Tamam. Mən 12-də də hamısını yazsam yoxsa? Bəli, gözəl yaz. Başa düşdünüz? Bəli. İndi gəlin bir neçəsinə baxaq. Necə böyütmək lazımdır? Məsələn, 8 tam 3-də 5. Gəlin böyüdək. Nə edirəm? Tamdan birini verirəm. Tam özü qalır 7. Düzdür? Birini götürdüm, verdim kəsirə. Düzdür? Bəli. İndi rahat toplama üsulumuz nə idi? Biri nə yazacağam bunun məxrəcinə? 3-də 3. Ay sağ ol. 3-də 3. Üstə gəl. 3-də 5. 5. Cavab nə oldu? 7 tam 3-də neçə? 8. Mən istəyirəm. 20 dəqiqə biz buna getdi. Dərs izah edirəm. Hara getdi dəqiqəmiz? Qızıl dəqiqələr deyə bunlar. Başa düşdünüz? Bəli. 7 tam 3-də 8. Aydındır? Bəli. Laf gözəl. Birini də verəcəm. Tunar cavab verəcək. Sən deyirəm. Gəl bura. 10 tam 7-də 5. Böyüt. 10 tam 7-də 5 böyük. 10 vur 7, 10 üstə gəl 7-də 5. Anamı. 10 üstə gəl. Yox, tamdan ver. Deyilmi? Bayaqdan nə izah edirəm Tunar? 10 tamdan birini kəsirə ver. Necə veririk? Hemen onu indi buna veririk. Olur bu 9, Aha. bu da 12. Çastım. Düz deyə. Sadəcə olaraq gözdə də yazırsan 1 üstə gəl. Gəl. 7-də 5. Düzdür? Bəli. Elə verdim. İndi 9 tam. İndi biri nə yazım rahat toplamaq üçün? Bunun məxrəcinə görə. Yox. Bunun məxrəcinə görə, rahat toplama üsuluna görə biri nə yaza bilərəm? Bilə 7. 7-də 7-də 1. baş səni. 7-də 7 Tunar.
7-də 7 kəsr xətti bölməni əvəz edir. 7-ni 7-yə bölündə 1 eləməyəcəyiniz da. Buna görə rahat toplamaq üçün 7-də 7 yazdım da. 7-də 5. Oldu nə? 9 tam 7-də 12. Başa düşdün? Birini də verirəm. Deməsən canını alacam. 11 tam 3-də 10. Böyüt. Ben 11 tam 3'ten indi bu 11'i buna vermek. Cevap olur 10 tam 3'te 10 13. Gözdə də bir etap deyilən, düz deyirsən, amma etap de. Qısardan mısın sən nə deyirsən? Bir tamı verirsən, üstə gəl, İşte gel 3'də 10. 3'te 10. Sonra neynədin? Sonra bunu böldük. Yoksa. Bunu nəyə çevirirsən? Bunu 10 3'də 3'te 3. 3. Üstə gəl, 3'də 10. 3'te 10. Cavab Cevap oldu. 10'da 10 tam 10 tam 3'te 13. 13. Bəli. Aydındır? Ben Lap gözəl. İndi biz bunu niyə öyrəndik uşaqlar? Əgər işdir, qabağınıza mənfi bir şey çıxar. Məsələn, deyirəm ki, 7 tam 6-da 8 çıx 2 tam 9-da 12. Gəlin hesablayaq. Tamları bir çıxaq. 5 tam. Düzdür? İndi kəsirləri çıxıram. Ortaq məxrəc nədir? 54. 54. 54'ü 6'ya böldüm. 9. 9'a böldüm 6. Düzdür. 9 ve 8 neçə eləyir? 72. 72. Çıx. 6 vur 12. 6 2 12. Bu olsun 13 uşaqlar. 6'nı 13'ə vurun. 78. Bəli. Düzdür. İndi baxın. 72'dən 78'i çıxmaq olmur. Bəli. Başa düşdünüz? Bəli. Nə etmək lazımdır? Qayıdıb Amma bunu- kəsri böyütməliyəm. Ha. Düzdür? Getdim. Bunu buradan silirəm. Belə x qoyub dayanıram, gözləyirəm. Nə etməliyəm? Müəllimə nə öyrətmişdi? Get kəsri böyüt. Bunları silək, qarışıq olmasın. Bu da 13'dür. Gəlirəm, azalanı böyüdürəm də, çoxdan çıxmalıyam. Bunu çoxaltmalıyam. Nə öyrətmişdi? Tamdan birini ver buna. Özü qalacaq 6 tam. Bu nə olacaq bu kəsir? Al. 1 tam 6'da 6, üstə gəl 6'da 8. Neçə eləyir? 6'da 8. 6'da 14. 14. Düzdür? Bəli. Qoy yazım 6'da 8, üstə gəl 6'da 6. Bir tamı 6'da 6 yazdım da elə Bəli. bil ki. O da elədir nə? 6'da 8-dən 6-nın cəmi 14. 14. Başa düşdünüz hardan Bəli. çıxdı? Bu kəsir çevrildi, dönüşdə oldu nə? 6 tam 6'da 14. Böyüdü də elə bil. İndi çıxa bilərsən 2 tam 9'da 13'ü. 13. Yəni tamlar bir çıxırsan 4 tam. 6 ilə 9 ortaq məxrəc 54. 4. İşini bir də təzədən görürsən də bir sözlə. 54'ü 6'ya böldün. 9. 9'a böldün. 6. 6. 9'u 14'e vurdun. 90. 108. Tonar. Bırak kulak as. 108. 9'u 14'e vur. 9 14'de var. 4 vur 9 36. 6. 6 yazıyor. 3 yatta 9 vur 1 9. 3 de yatta 12. 120. 126. 6. 126'dan da çıxıram. 6'nı 13'e vururam. Neçə eləyir? 18. 78. 8 taşdım. İndi gördünüz? Çıxmaq oldu rahat. Gördünüz? 4'ten 54'də çıxanda neçə eləyir? 126'dan 78 çıxar. 48. Düzdür? Gördünüz? Rahatlıqla işlədim. Necə? Böyütdüm bunu birincisini. Aydın oldu. Bəli. Gedib evdə də baxarsınız. Çoxlu misallar verəcəm. Əgər yadınızdan çıxsa, açın, izləyin sonra. Bax. No. Bu da oldu bizim ortaq məxrəcə gətirilmə qaydamız. Əkov qaydasını da izah elədim. Düşünüb həll etmə qaydasını da izah eləmiş oldum. Sonra götürəm. Videoyu dayandırım tay. Məsələn, şunlar deyirəm ki, 7-də 2. Deyir ki, ortaq məxrəcə gətir və müqayisə elə. Biri 7-də 2-dir, biri 10-da 3-dür. Ortaq məxrəcə gətirək, sonra müqayisə eləyək. Gəlin. 10 70. Ortaq məxrəc neçədir? 70 70 2 dənə 70 yazıram. 7 0. Çevrilir, 2 dənə kəsirdim. 70-i bunun məxrəcinə bölüb aldığım cavab buraya yazıram 10. Sonra bunun özününkünü öz məxrəcinə bölüb 7.
10-u 2-yə 20. 7-ni 3-ə 21. Hansı böyükdür? 70-də 20 böyükdür, yoxsa 70-də 21? 21. Bəli. Deməli, 10-da 3, 7-də 2-dən böyükdür. Başa düşdünüz? Bəli. Uşaqlar, kəsrləri müqayisə edəndə YouTube-da var. Açın, izləyin birinci onu. Məxrəcləri müxtəlifsə heç vaxt onları müqayisə edə bilməzsiniz. Yaxşımı? Mütləq ortaq məxrəci gətirəndən sonra müqayisə edə bilərsiniz. Məxrəcləri eyni olan kəsrləri müqayisə etmə qaydası sürəti böyük olan böyükdür. Başa düşdünüz? Belə şey deyim də sizə, 20 dilim tortunuz var. Düzdür? 70 yerə bölsəniz sizə çox çıxır, yoxsa 21 dilim tortu 70 yerə bölmək çox? 21. Bəli. Deməli, bu daha böyükdür. Aydın oldu? Bəli. Bax, bu da belə. Get qapını bağla. Nurbanı qapını bağla. Yaxşı, mən bağlaya bilməm, mənimlə. Belə. Yaxşı, bəs bunu son dəfə işləyək. 80-də 3-dür. Bir də 160-da 7-dir. Ortaq məxrəc nədir bunlara, Jasmin? 160. Razısan? Bəli. 2 dənə 160 yazıram məxrəcə. Sonra nə edirəm? Bunu 80-ə bölürük. yazıram. 100 yox, 80-ə bölsək. Məmə şey, 63-ə böləndə edir 80-ə bölün, nə üçün? 80-ə. 2. 80 gəlində 160 eləməyin. 2. 160-ı 160-a bölürəm. 1. 2-ni 3-ə. 6. 1-i 7-yə. 7. Hansı böyükdür? 7. Yəni bu. Başa düşdünüz? Bəli.